Salam əziz Makro Çanqan izləyiciləri. Bu video Çanqan maşınını pisləyənlər və heç sürməyənlərə gəlsin. Gördüyünüz kimi 4800 kilometr sürmüşük. 100 kilometrə benzin sərfiyyatımız 3.7-dir. Tok elektrik sərfiyyatımız isə 7.6 kW'dır. Toplamda ortalaması 5.7-dir. Ortalama kilometrimdə 24 kilometrdir və 211 saat maşını dayanmadan, yəni travel time, yəni sürmüşəm, istifadə eləmişəm. 211 saat sürmüşəm və 4800 kilometr sürmüşəm. Çanqanı pisləyənlər ya da fikirləşənlər ki, Çanqan alım yoxsa almayım, valla özünüz baxın, nəticə götürün. İstəyirsiniz alın, istəyirsiniz də almayın. Yəni ən azından almadığınız maşını da, sürmədiyiniz maşını da pisləməyin. 4800 kilometrdə sadəcə və sadəcə 90 manat xərcim çıxıb maşının yağın dəyişməyinə. Ustanın əl xərci ilə bir yerdə 90 manat pul vermişəm. Yenə deyirəm, fikir öz fikrinizdir, fikirləşin, amma danışanda ən azından fikirləşib danışın. Çox sağ olun, izlədiyiniz üçün. Takip etməyə yaddan çıxartmayın, takip edin və bəzi nə suallarınız varsa verin. Bacardığım qədər video çəkib sizin üçün paylaşıb suallarınızı cavablandıracağım.